BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının aprelin 2-si 5-i Ermənistan tərəfindən törədilən cinayətə görə bəyanat verməsi ümumiyyətlə onların statusuna uyğun gəlməyən bir məsələ idi. Bununla onlar siyasətə qoşulmuş kimi qəbul olunur. Çünki bu humanitar bir təşkilatdır. Bu sözləri Baş nazirin müavini Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə komitənin sədri Əli Həsənov Mirşahinə müsahibəsində söyləyib. Əli Həsənov onda deyib ki, məsələ ilə bağlı o artıq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə rəhbəri ilə görüşüb və bəyanata təqsib verilməsini tələb edib. Azərbaycan hökuməti adından çox ciddi xəbərdarlıq etdim. O da mənə izah etdi ki, belə bir hal olubdur, ancaq bu internetdən çıxarılıbdır. Bildirdim ki, bizi qane etmir. Zəhmət çəkin, necə belə bir səhv bəyanat vermişsiniz, belə də onun təqsibini verin. Dünən o məşğul oldu, sonra oradan cavab gəldi Cenevrədəki Bakı ofisinə istinad məsələsini səhv ediblər, düz deməyiblər. Mənə yenə kifayətləndirmədi. Dedim, biz gözləyirik təqsib verilsin. Təqsibdə yazmalıdır ki, səhv etmişik, bunu kifayət deyirlər bizə. Mən isə bildirdim ki, xeyr. Bu təqsib necə internetə yaymışsınız bütün dünyaya, zəhmət çəkin təqsibinizi verin ki, səhv etmişsiniz.